Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Mən Natəvan Cəmazadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu gün də 29 sentyabr müsahibədə əldə etdiyim sualların bəzilərinin izahını verəcəm. İlk sualımız belədir ki, icmalı danış, müəllim icmalı danışıb və sonra müəllimdən soruşublar ki, niyə məhz bu icmalı danışdınız? Yəni burada siz fikrinizi bildirə bilərsiniz ki, mənim üçün heç bir fərqi yoxdur. 5 mövzunun 5-ini də izahını verə bilərəm. Sadəcə olaraq ağlıma bu mövzu gəldi, elə bunu da danışdım. Yəni belə bir əsaslı səbəb yoxdur ki, niyə bunu danışdım? Hansını istəyirsiniz? Yenidən danışa bilərəm. Hansı mövzunun siz istəyirsiniz. Növbəti ikinci sual interaktiv dərs nədir? İkinci sualın izahına başlamamışdan əvvəl onu deyim ki, siz bizim YouTube kanalımıza abunə olun ki, gündəlik olaraq mövzuların, sualların izahını görə biləsiniz, sizə bildiriş gələm və videomuzu da bəyənməyi unutmayın. Həmçinin də onu qeyd edim ki, bizim müsahibə üçün fərdi dərslərimizə qeydiyyat davam edir. Fərdi dərslərimizə qoşulmaq üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz və onu da nəzərinizə çatdırım ki, imtahana neçə gün qalmasından asılı olmayaraq 1 həftə, 10 gün, 15 gün, 5 gün, yəni bizim hər bir günə uyğun olaraq paket dərslərimiz olur ki, yəni biz tam proqramı o günə uyğunlaşdıra bilirik və tam proqramı sizə mənimsədəcəyik. Baxaq ikinci suala, interaktiv dərs nədir? İnteraktiv dərs qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan deməkdir, interaktiv sözünün mənası. Bu nə deməkdir? Bunu sadə dildə izah versəm, yəni bu o deməkdir ki, artıq şagird informasiyanı pasiv qəbul edən tərəf olmur, ənənəvi təhsildəki kimi. Artıq şagird özü öyrənir, qarşılıqlı şəkildə, aktiv şəkildə öyrənir, analiz edir, qiymətləndirir öyrənməsini. Yəni bu interaktiv dərsdə, interaktiv təlimdə, interaktiv öyrənmədə artıq müəllim yeganə bilik mənbəyi deyil. Yəni şagird özü də hər hansı bir informasiyanı müəllimsiz araşdırıb dərindən öyrənə bilər. Şagird yönümlü təlim metodudur. İnteraktiv öyrənmənin faydaları nə ola bilər? Burada aktiv öyrənmə olur, anlama inkişaf edir. Şagirdlər öyrəndiklərini müxtəlif situasiyalarda, problemlərdə istifadə edib, həll edib, tətbiq edirlər. Şagirdlərin müstəqilliyi artır, şagirdin müstəqilliyini təmin edir. Yəni bunlar daha çox öyrənirlər, daha çox araşdırırlar və ömrü boyu öyrənmə bacarığı formalaşdırılır. Həm müəllim, həm də digər şagird yoldaşları ilə qarşılıqlı əlaqədə olurlar, fəaliyyətdə olurlar. Bu zamanda ünsiyyət, əməkdaşlıq və tənqidi təfəkkür kimi 21-ci əsr bacarığı formalaşmış olur. Şagird passivliyinin qarşısını alır, sinifdəki hər kəsin dərsə cəlb olunmasını təmin edir, interaktiv dərs. Sonra üçüncü sualımız, sinifinizdə şagirdlərdən birinin valideyni şagirdin təhsilinə laqeyd yanaşarsa nə edərsiniz? Ümumiyyətlə, belə bir hallarla bəzən qarşılaşır müəllimlər ki, valideyn uşağın təhsilinə qarşı maraqsız olur. Bu zaman təbii ki, biz valideyn, effektiv müəllim-valideyn münasibəti var ki, orada da qeyd olunur ki, müəllim mütləq şəkildə valideynlə əməkdaşlıq etməlidir. Və bunun üçün müəllim israrlı olmalıdır. Bir dəfə xəbər elədim, 2 dəfə xəbər elədim, day mən xəbər edirəm, buradan beləsi valideynə qalıb demək olmaz. Yəni, valideynlə müəllim effektiv quranda ünsiyyəti, müəllim hər valideyn normal deyil ki, elə müəllimlə əməkdaşlığa tez cəlb olsun. Elə valideyn var ki, çox ehtinatsız yanaşır, çox laqeyd yanaşır övladın təhsilinə. Bu zaman müəllim nə etməlidir? Müəllim valideyni anladığını göstərməlidir, əməkdaşlıq etməlidir, empatiya qurmalıdır və ən əsası israrlı olmalıdır. İsrarlı olmalıdır, davamlı olaraq şagirdin dərsə marağı, davamiyyəti, qiymətləndirilməsi haqqında valideynə məlumat verməlidir. Valideynə tez-tez deməli məktəbə dəvət etməlidir. Çalışmalıdır ki, onunla ünsiyyət qursun, onunla empatiya yaratsın, valideyni anladığını göstərsin. Valideyni günahlandırmaq olmaz ki, sən niyə şagirdin təhsilinə maraqlı deyilsən. Yəni bu cür əməkdaşlıq edərək valideyni məktəbə, şagirdin təhsilinə marağını yarada bilər və həmçinin valideynin hüquq vəzifəsini onun diqqətinə çatdırmaq olar. Yəni ancaq biz israrlı şəkildə valideyni əməkdaşlıq edib, valideyni təhsilə, övladının təhsilinə deməli diqqətini artıra bilərik. Növbətdə 4-cü sualımız qiymətləndirmə meyarının tədrisə təsiri varmı? Təbii ki, var. Qiymətləndirmə meyarı, ümumiyyətlə qiymətləndirmə şagirdin inkişafını ölçmək üçündür. Şagirdin fəaliyyətini, şagirdin nailiyyətini ölçmək üçündür. Meyarı tədrisə təsiri varmı? Təbii ki, biz qiymətləndirmə meyarını əvvəlcədən elan edərək şagirdlərə bildiririk ki,
Bu dərsin sonunda bu bilik bacarığa görə bu meyar əsasında qiymətləndiriləcəksən və bu da əlbəttə ki, şagirdin marağına, şagirdin dərsə cəlb olunmasına şərait yaradır ki, yəni şagird öncədən bilir ki, hansı fəaliyyətləri görsə, hansı meyar üzrə qiymətləndiriləcək və şagird də təbii ki, daha çox fəaliyyət göstərməyə səy göstərəcək ki, daha yüksək meyar üzrə qiymətləndirilsin. Bugünkü dərsimizin izahı bu qədər. Sağ olun, hər birinizə uğurlar.